Bizim ekspertlərimizdən İsmail müəllim bu yaxınlarda Avropaya səfər etmişdiniz. Bilirəm, işgüzar səfər idi. Diqqətinizə çatdırım ki, bizim beynəlxalq hüquq eksperti olan İsmail Zalov eyni zamanda ARHD.az saytının rəhbəridir və biz də Azərbaycanda və ölkə xaricində baş verən ən son yenilikləri məhz hər zaman ARHD.az saytından əldə edirik. Son günlərdə Avropa ilə bağlı çoxlu yeniliklər gördük saytda. Şükürlər olsun ki, biz Parisdə olduq. Strasbourg'da olduq, Avropa İnsan Hakları Məhkəməsində, Avropa Parlamentində, Aşbada və Köln'ün baş məhkəməsində və Köln'ün də baş prokurorluğunda Türkiyə dövlətinə sonra gəldi. Türkiyə dövlətində də ədliyyə baş idarələrində olduq, məhkəməsində də olduq. Təbii ki, mən bu səfər çox böyük sevincli qayıtdım. Ona görə ki, Avropa bugün həqiqətən də Avropa İnsan Hakları Məhkəməsi də və Avropa Parlamentində bugün anladılar ki, Azərbaycan dövləti hüququ demokratik dövlətdir. Bizim məhkəmələrimizi bugün bəyənirlər. İslahat işləri ilə bağlı fikirlərini bildirirlər. Hüquq mühafizə orqanlarının haqqında yaxşı fikirlər söylədilər. Təbii ki, ən əsas da onlar da sevincini və təbrik edirdilər ki, Avropada ki, Qarabağımız, torpağımız azad olunub və bugün Xankəndinin haqqında yüksək səviyyədə danışırlar. Quruculuq işləri, abadlıq işləri. Təbii ki, bu bizim sevincimizdir. Şükürlər olsun ki, mən də fəxr edirəm ki, mən Azərbaycanlıyam və bizim Zəfər bayramında da mən bunu fəxrlə sağ əlimdə Azərbaycan bayrağımı Avropa Parlamentində də dalğalandırdım. Sizə də təşəkkür edirəm ki, MTV-yə də təşəkkür edirəm, sizə də təşəkkür edirəm ki, siz o canlı efiri yaydınız. Təşəkkür edirəm. Uğurlarınız bol olsun. Hər zaman bizim ekspertlərimiz, xüsusi olaraq Azərbaycanlılarımız dünyanın hansı nöqtəsində olurlarsa olsunlar, özləri boyda bir Azərbaycan aparırlar, Azərbaycanı təmsil edirlər, Azərbaycanı tanıdırlar. Biz bəzən fikirləşirik ki, qələbəmiz oldu, torpaqlarımızı işğaldan azad etdik, bizim işimiz bununla da bitdi. Xeyr, bizim işimiz bundan sonra başlayır. Biz Azərbaycan üçün bundan sonra daha çox, daha geniş səpkidə işlər görməliyik. Uğurlarınız bol olsun. Çox sağ olun. Amma siz səfərdə olanda biz sizin ailənizdə, sizin